Hicri 632-ci il. Həcc ziyarətindən qayıdan minlərlə müsəlman Qədirxum adlı yerdə dayanır. Günəş alov kimi yandırsa da Peyğəmbər dayanmadan çıxış edir. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Bu cümlə yalnız bir sevgi ifadəsi deyildi. Bu bir vilayət bəyanı idi. Bu, Haqqın rəhbərliyinə, Allahın seçiminə bəli demək idi. İmam Əli əleyhissalam yalnız Peyğəmbərin əmisi oğlu deyil, o, Haqqın simvolu, ədalətin özüdür. O, sükutda da danışan, zülmün qarşısında da dimdik dayanan bir imamdır. Bəs vilayət bugün bizə nə deyir? Bugün də zalimlar var, bugün də haqq susturulur, bugün də çoxları öz Qədirxum seçimini edir. Ya əlini seçirlər, ya da susurlar. İmam Əlinin vilayətinə inanmaq sadəcə onu sevmək deyil. Bu, ədalətin tərəfində olmaq, doğrunu müdafiə etmək, zülmə yox deməkdir. Qədirxum bizi sadəcə keçmişə qaytarmır. O, bizə gələcəyin yolunu göstərir. Haqqın yanında dayanmaq, hər dövrdə əlinin yolunu yaşatmaqla mümkündür. Bugün öz vicdanımıza sual verək. Mən vilayətin əmanətini necə qoruyuram? İmam Əli əleyhissalam mənim həyatımda nəyin ölçüsüdür? Qədirxum sadəcə bir bayram deyil, bu bir çağırışdır. Haqqı seçməyə, doğruya sadiq qalmağa çağırış. Qədirxum gününüz mübarək.